Azərbaycan Mərkəz Bankının İdarə Heyəti tərəfindən 12 noyabr 2021-ci il tarixli qərar ilə təsdiq edilmiş kredit təşkilatlarının borc alanları haqqında məlumatın mərkəzləşdirilmiş kredit reyestrinə verilməsi qaydasında dəyişiklik edilib. Milli.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəz Bankının sədri Talib Kəzimov yeni qərar imzalayıb. Qərara əsasən yeni kreditlər, eləcə də kredit ödənişləri barədə məlumatlar növbəti bir iş gün ərzində borc alanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borc alanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim il ərzində azı bir dəfə mərkəzləşdirilmiş kredit reyestrində təqdim ediləcək. Həmçinin mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatlarla hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən mərkəzi kredit reyestri vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmək qərarının əsasında aparılacaq. Eyni zamanda bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə, həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə, həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunacaq. Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 ay sonra qüvvəyə minəcək. Təsdiq edilmiş dəyişikliklər bu qərar qüvvəyə minənədək ödənilməmiş bütün kreditlərə şamil ediləcək. Azərbaycan Mərkəz Bankının Maliyyə Bazarlarının Hüquqi Təminatı Departamentində tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının hüquqi haqlarının dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.